Azərbaycana Avropa və dünya çempionu olaraq 11 dənə medal gətirən, dünya çempionu 6 dəfə, 5-6 dəfə Avropa çempionu olan adam deyir ki, mən nə dedim sizə? Deyirəm ki, iynəmi vurun, hamballıq eləyim də. And olsun Allaha, Paşinyan, Sarkisyan, Kaçaryan belə İlham Əliyevin yerinə prezident olsaydı, bu qədər bizi skiflər eləyənməz. Baxın. Baxma, Rafael çıxır danışır, çox şey danışır. Deyən yoxdur, düz danışır. Danışıram, bəli. Çünki eşidən yox, dinləyən yox, sayan yox. Danışmalıyam da. Nə oldu Rafael'in limon kimi belə suyunu sıxanda, dünya Avropa çempionatı olanda deyəndə ki, dizim ağrı deyirlər, sən yerlisən, dağlısan, Azərbaycanlısan, sən qanun Azərbaycanlıysan, döyüşməlisən. Mən razıyam. Və çıxırdıq bir ayaqla bir dənə də döyüşü durduq. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı olsun. Bir günüm ki, və ayağıma dərman lazımdır, dərmanın pulun lazımdır, iynəsi. Federasiyada mənə nə cavab oldu? Onun ölüm müəllimə heç bir adiyyəti yoxdur. Mən deyirlər ki, Rafael'i bezdirmişsən səndə. Və dünyanın bir nömrəli idmançısına Rafael'ə bu gün deyirlər ki, bezdirmişsən, bəs də nə qədər minə vurmaq olar? Mən robotam, mən nə istəyirəm? Mən deyirəm ki, mənə maşın alın, mənə Apple-ı verin, ayağım zədəlidir. Bunu iynəni vurum ki, hambal kimi işləyim də. İynəni vurun ki, hambal kimi işləyim. Baxın, Azərbaycanı dünyada ən çox tanıtdıran yeganə birinci yerdə, birinci pillədə olan kimdir? Rafael bəy. Bax, karate ustası, taekwondo yarışlarından medallar gətirir. Baxın indi. Adam deyir ki, əmə pul verər ki, pul istəmirəm, maşın istəmirəm. İynəmi vurardınız, hamballıq eləyərdim də deyəcək. Qardaş, indi Ermənistanda olsa bu oğlan hansı səviyyədə yaşayırdı? Gürcüstanda olsa, dünyanın harasında olsa bu oğlan hansı səviyyədə yaşayırdı? Kral səviyyəsində, eləmi? Amma bugün Azərbaycanı dünyaya tanıtdıran yeganə və birinci pillədə olan şəxs baboş kimi yaşaya bilmir. Baboş kimi yaşaya bilmir. Bugün, dəyərli vətənlərim, Azərbaycanı dünyada birinci pillədə tanıtdıran şəxs Bayram Nurlu kimi yaşaya bilmir. Dəyərli vətənlərim, dəyərli soydaşlar. Rəzalət deyiləmi? Utanç verici deyiləmi? Çünki ölkənin başında duran İlham Əliyev petuqdur. Ancaq ölkədə petuqlar yaşayır. Dəyərli vətənlərim, ancaq ölkədə petuqlar kayf edir, petuqlar yaşayır. Çünki xalq İlham Əliyevə petuq kimi baxır. İlham Əliyev də deyir, petuq deyirsiniz mənə. İndi sizin hamınızı petuq eləyim, siz də baxın. Bəli dostlar, bəli. Bəli qardaşlar, bəli. Azərbaycanda petuqlar hökumətin başındadır. Ona görə petuqlar əsl kişilərin başında qoz qırırlar.